Salam dəyərli izləyicilər. Mənim bu Eminlə bağlı son danışığımdır. Son deyəndə heç vaxt danışmamışam. Hər zaman da özü danışıb, özü videolar çəkib. Çox üzr istəyirəm sizlərdən. Hal-hazırda bu video haqqında sizə məlumat verəcəm. Salam, hər vaxtınız xeyir olsun. Mən neçə gündür stres yaşayıram. Çünki Canan adlı müğənni, güya Eşitdinizdən, güya müğənnidirsə. Emin Qüseynov, mənimlə tanış olmusan, videolar çəkmisən, üzük taxan da sən olmusan, evlilik təklif edən də sən olmusan. Bunu da, yəni ki, bu sosialda olub, sosiallaşıb, bunu hamı bilir. İndi mən pis oldum, eybi yoxdur, bunu da keçək. Amma sənin bu təhqirlərin var ki, məni təhqir edirsən orada. Hətta mənim prodüserim Elvini də təhqir edirsən. Bu barədə sənə son xəbərdarlığımı bildirirəm ki, bu dəfə də sənə keçirəm. Bu dəfə də insanlıq edəcəm, səndən kəsdiyim çörəyə və sənin balalarınla olan mənim münasibətimə bunu keçəcəm. Amma bir də mənim adımı çəkərsənsə, şantaj edərsənsə mənə, hədə qorxu gələrsənsə və olub-olmazları danışıb məni nüfuzdan salarsansa, mən rəsmi qaydada hüquq mühafizə orqanlarına müraciət edəcəm ki, bu işə qanun çərçivəsində baxılsın. Çünki mən artıq səndən bacarmıram. Sən məni çalışırsan nüfuzdan salasan, insanların gözündən salasan. Bu da mənim üçün ayıb bir şeydir. Media nümayəndələrimizdən də çox xahiş edirəm ki, bizlə bağlı nəsə məlumat paylaşanda o insanla mənim şəklimi yan-yana qoyub paylaşmayasınız. Çox xahiş edirəm sizlərdən. İzləyicilərimdən də üzr istəyirəm ki, mən həqiqətən də belə bir adama salam vermişəm. Bəzi rəylərdə də düz yazırsınız. Mən heç kimi qınamıram. Bu olan hər şeydə də özümü qınayıram ki, günah mənim özümdə olub. İnsanlara düzgün tanıya bilməmişəm və düzgün qiymət verə bilməmişəm. Bu mənim Emin, sənlə bağlı son çıxışımdır. Axırıncı dəfə olsun mənim adımı çəkirsən və mənlə bağlı paylaşımlar edirsən. Çox xahiş edirəm, məndən uzaq dur.